Sən o deyilsən. Getmək, gəlmək xərcivi də verib. Bəli, Eşrefin pulu çoxdur. Yaxşı olub sənə nə? TikTokda milyonlarla hədiyyə atırlar. Gözüm bizə yaxşı eləyirik, belə milyon atırıq, sənə nə? Dədəvin pulu ilə atırıq, əcəb eləyirik. Belə zor eləyirik. Tərəfini tutduğun o girir sənə, duanla nə söz deyənin qarşısında məni görəcək. Vaxt var idi, duanla Fəhliyə ayaq öpdürürdü. O niyə demirsən? Ay qriyyətdir. Ay namuslu ziver. Atıb boynumun dalına baxırsan, ged onu da dedə. Bəli, mənim kütlədə səhvlərim olub, mən dövlət qarşısında cavabımı vermişəm. Niyə onu demirsən? O da cavabını verib, amma onun da adını çək də. Niyə çəkmirsən? Hə? Niyə çəkmirsən? Oturmuşsunuz 10 manat maaş. Qurban olasınız mənim 10 manat maaş alan izləyicilərimə. Mənim 10 manat maaş alan izləyicilərimi siz o kəsib atdığı dırnaq da döyürsünüz. Tualetdə oturduğu da döyürsünüz. Başa düşdünüz? Elə yanırsınız, gedib oturmuşsunuz 10 manatı bəyənmir. 10 manat gəldi. 10 manat gəldi. Uşaqlar baxın, mənə zakaz 10 manat gəldi. 10 manatı bəyənmirsən, 10 manata görə orada konsert verirsən sən. Düşüklər. Özləri kimlərin yığıblar başlarına? Düşüklər. Düşüklər. Gidin işinizlə məşğul olun, düşüklər. Gidin birisi sübut koyun ortalığa. Nəsə qoyur, bu Eşrefdir, bu filan kəsdir, bu bəsmən kəsdir. Cəmaatın şəklini qoyub ora paylaşır. Bu filan kəsdir, xəstə pis yıq, gicbaşı xərəb. Nə gündədir özü, mənim tipimdir, o sənə and verirəm Allah. İndi yəstə qisməti özü bilər. O hara mən arada, yəni bacı qurban. Bacı da dedim. Cəmaatı bəyənmirsən, lağa qoyursan, bütün günü mentalitetdən danışırsan, cəmaatın anasından batsınlar, ziver. Oturmuşsan o çırıq maykamda orada. Pisixsən ki də, qardaş, müalicə al. Vallahi göndərək buradan da pul. Nə olar ki, cavansan, ailəm var, uşağım var. İnsanların problemi olur da, burada psixoloji problemi var, həll eləyək. Xəstəsən, bazen də çatmır, vallahi. Sən xəstəsən. Bunu sən kimsə deyib, sən xəstəsən. Mən sənə demək istəmirdim, amma bugün olar. Mən sənə ümumiyyətlə baş qoşan deyirəm, dedim bugün olar. Takışda kişi sənsən, bax buradan səni deyirəm. O Eşrefi həqiqətən danışıqlarımı, şəkillərimi çıxardacaqsan. Yox, çıxartmasan, sən birbaşa nakişisən, şərəfsizsən, əyağımın altısan, ən axırıncı adamsan. Sən birbaşa o Dubaya gedib gələn qızlardan da qriyyətsizsən. Kapiş? İndi get. Bas bayra, mənə də o sevgi videolarının altına az etiketdə. Məqsədim bir dərəm Əşrəf mənə ayırmaqdır, çünki məndə gözüm var. Bütün videoların altında etiketləyirsən. Arvadın oğlu mənə, cəmaatın